qabağa salaq. Tamam. Hazırsınızsa başlayaq. Bəli. Deyin görün mənə, demoqrafik inqilab nədir? Təbii artım, elə ölkələr var ki, təbii artım birinci tipindədir, elə ölkələr var ki, ikinci tipdədir. Təbii artımı ikinci tipdən birinci tipə dəyişənlər, dəyişirsə bir ölkə, burada demoqrafik inqilab olur. Məsələn, düzdür. İkinci tipdən birinci tipə keçid demoqrafik inqilab. Məsələn, hansı ölkələr deyə bilərsiniz? İkinci tipdən birinci tipə keçid, bəzi Avropa ölkələri demək olar məndə. Yox, Avropa ölkələri. Yox, Rusiya. Məsələn, Çindir, Yaponiyadır, Cənubi Koreyadır. Yazmamışam, amma PDF-də qeyd eləməmişəm, eləmi mənim? Xeyr, mənim. Elə burada üçün onu qeyd edeyim. Siz saniyə mənim. Demoqrafik inqilab adlanır. Burada yazaq məsələn. Məsələn, Çin, Cənubi Koreya, Yaponiya və s. Məsələn, Çin, Cənubi Koreya. Azərbaycanı əldə eləmək olar. Azərbaycan da, əslində Azərbaycan da keçdi də ikincidən. Çünki bizdə də uşaqların sayı. Qeyd elədim. Belə yaxşı oldu ki, qeyd elədik. Tamam. Harada qaldıq? İnqilabı sual vermişdik. Demoqrafik inqilab. Təbii artım ikinci tipindən birinci tipinə keçid nə adlandı? Demoqrafik inqilab. Çin, Cənubi Koreya, Yaponiya, Azərbaycan və s. bu ölkələrdə demoqrafik inqilab. Düzdürmü? Bəli. Yaxşı. Keçdik müəllim. Demoqrafik keçid nədir? Onu deyin mənə. Mən düz o demoqrafik keçidi öz sözlərimlə ifadə edə bilmədim. Amma ki, belə başa düşürəm ki, doğum, ölüm, təbii artım olan ölkələrdə demoqrafik keçid olur. Bu da ki, mərhələlərlə gedir. Demoqrafik göstəricilər dedikdə doğum, ölüm və artım proseslərinin cəmi başa düşülür. Düzdürmü? Bəli. Bütün dünya ölkələrində eynidir bu. Xeyr. Dəyişirmi? Bəli. Aslında bu dəyişməyə deyirik demoqrafik keçid. Təbii. Başa düşdünüz? Yəni dəyişməyə səbəb nədir? Sosial-iqtisadi inkişaf amillər, düzdürmü müəllim? Məsələn, Azərbaycan vaxt vardı 2-ci tipdə idi, 1000 nəfərə 20 nəfər idi, bu gün 4.6 nəfərdir. Dəyişdi Azərbaycanda. Doğum, ölüm, artım prosesləri dəyişib. Səbəb nədir? Həm sosial, həm iqtisadi göstəricilərdirmi, amillərdirmi? 90-dan 2025-ə qədər doğru keçən müddətdə sosial-iqtisadi amillərdən asılı olaraq ölkəmizdə demoqrafik göstəricilər, yəni doğum, ölüm, artım prosesləri dəyişib müəllim. Dünyanın bütün ölkələrində də dəyişirmi bu getdikcə? Vəssalam. Bunlar hamısı cəm şəkildə demoqrafik keçid. Başa düşdünüz? Demoqrafik keçid neçə mərhələdən ibarət? Mərhələlərlə. 4 dənə mərhələdir. Birinci mərhələdə ibtidai cəmiyyət üçün xarakterlikdir, belə deyim. Doğumda yüksəkdir, ölümdə yüksəkdir və təbiətdən asılılıq daha çoxdur. Yaxşı, doğum yüksək, ölüm yüksək, təbiət aşağıdır. İndi o birinci mərhələ kidir ya. Yüksək doğum, yüksək ölüm, aşağı təbii artım. İndi bu birinci mərhələdə olan ölkələrdə təbii artımın sizcə birinci tipi olar, yoxsa ikinci tipi? Təbii artım birinci tipdir. Birinci tipdir da. Bəli, aşağı təbii artımsa, sırf qəbilə olmayıb nə olur olsun. Əgər təbii artım hər 1000 nəfərə 12 nəfərdən azsa, demək birinci tipə gedəcək. Fikrimi çatdıra bildim mən. Bəli. Hansı region ölkələrdir? Amazon, Kongo hövzəsində yaşayan, ovçuluqla, sonra ovçuluqla, yığıcılıqla məşğul olanlar, qəbilələr, Yeni Gvineya adasında yaşayanlar deməli. Bəli. İkinci mərhələdə isə doğum yüksəkdir, amma səhiyyə inkişaf eləyir deyə ölüm aşağıya düşür və təbiatın yüksəlir. Düşün, burada ikinci tipdir. Hətta ikinci mərhələdə nə baş verir? Demoqrafik partlayış da baş verə bilərmi?
verə bilər. Çünki doğum Çünki yüksək qalır. aşağı düşür. Ölüm kütləvi Bəli. şəkildə düşür aşağı. Nəticədə əhali sürətlə artırsa bu demoqrafik partlayışdır. Düzdür? Ənənəvi tipdir də belə deyim müəllim. Demək bu ikinci mərhələ neçənci tipə aid ediləcək? İkinci tipə. Aysa. Doğum yüksək, təbii artım yüksəkdir çünki. Düzdür. Üçüncüyə keçdik. Asiya, Afrika, bir də ki Latin Amerikası ölkələri üçün Bəli. səciyyəvidir. Üçüncü mərhələdə isə ölümün səviyyəsi ikinci tipdə necə düşmüşdü aşağı? O səviyyədə qalır, amma doğum da aşağı düşməyə başlayır və təbii artım azalır. Yaxşı, üçüncü mərhələdə doğumun aşağı düşməsinə səbəb nədir? Doğumun aşağı düşməsinə qadınların işə cəlb olunmasıdır, sonra uşaqların böyütmək üçün ya təhsilinə ayrılan xərclərin çoxalmasıdır. Əsasında Latin Amerikası ölkələri bu mərhələdədir. Latin Amerikasının bəzi ölkələri hansılar deyə bilərsiniz? Məsələn, Meksikada, Argentinadır, Braziliyada. Son dövrlərdə iqtisadiyyatları yüksələn ölkələr var. Bax, onlar bu mərhələdədirlər. Meksika, Argentina, bəli. Dördüncü mərhələdə isə doğum da aşağıdır, ölüm də aşağıdır, təbii azalma gedir burada. Doğum aşağı, ölüm aşağı. Bəli. Azalma gedir, əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Yaxşı, inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Deyə bilərikmi ki, inkişaf etməkdə olan ölkələrdən dördüncü mərhələdə olanlar yoxdur? Var. Hansılardır? O deyir müəllim, ikinci tipdən birinci tipə keçənə Qazaxıstan, onları. Müəllim, Şərqi Avropa ölkələri, bayaqların Baltikyanı ölkələr də deyək, aşağı təbii artım. Bəli. Hamısı. Ümumiyyətlə, təbii artımın birinci tipində nə qədər ölkə var, hamısı gedir dördüncü yarım mərhələyə. Azərbaycan da dördüncü mərhələdədir, demoqrafik keçidin dördüncü mərhələsindədir. Yaxşı. Məsəl üçün, bax, müəllimlər, birinci və demoqrafik keçidin birinci və dördüncü mərhələsi təbii artımın birinci tipinə aiddir. İkinci və üçüncü mərhələsi təbii artımın ikinci tipinə aiddir. Fikrimi çatdıra bildim müəllim? Bəli. Aha. Hətta burada mənfi də göstərici ola bilər. Düzdür? Bəli, sıfıra yaxın və sıfırın aşağı da ola bilər. Okey, bunu da bildik. Dördüncü mərhələni də bildik. Düzdür müəllim? Bəli. Yaxşı müəllim. Keçdik. Dedik ki, əhalinin artımının tənzimlənməsi istiqamətində dövlətin gördüyü tədbirlər sistemi nə adlanır? Demoqrafik siyasət. İkinci tip, birinci tip necə siyasət aparır? Deməli, birinci tipdirsə artıracaq, artırmaq üçün görülən işdir. İkinci tip isə azaldacaq, belə deyim. Ayso. Bəs hansı ölkələrdir ki, ikinci tipdir, amma yenə də artırır? O, Səudiyyə Ərəbistan yarımadasında olan ölkələr, belə yadda saxlamışam. Səudiyyə Ərəbistan idi, Birləşmiş Ərəb Əmirliyi idi, sonra ikinci Bəhreyn idi, və Küveyt idi. Nə üçün? Nə üçün? Niyə? Mən elə düşünürəm ki, yəni dini səbəblərdən bir də ki... Yalan danışırsınız, yalan danışırsınız, yalan danışırsınız. Səbəb bilirsiniz nədir? Sürətlə artan neft sənayesinin inkişafı çoxlu işçi qüvvəsi tələb edir. Öz əhalisi də işçi qüvvəsini çatışdıra bilmir. Məcbur dövlət kənardan işçi qüvvəsi cəlb edir özünə. Bunu da ucuz işçi qüvvəsinə görə mənim. Yox, ucuz işçi qüvvəsi məsələsi deyil. Yox, yaxşı maaş verir. Yaxşı gəlir, qazanc verir. O heç. Sadəcə olaraq bir var mənim. Azərbaycanlılar gedər Küveytdə işləyə, pulu qazanıb Küveytdə saxlayır, yoxsa Azərbaycana gətirəcək? Azərbaycan gətirəcək. Ölkədən çıxırmı pul? İl ərzində milyonlarla vəsait ölkədən çıxırmı müəllim? Ölkə daxilində dövriyyə olmur da ölkədən çıxır. Düzdürmü? Bir də var ki, öz əhalisi ola. O milyonlarla pul öz ölkəsində dövriyyə edir. Sizcə hansı daha yaxşı olar? Öz ölkəsində dövriyyə etmək istəyən bir ölkəyə. Bəli, başa düşdünüz müəllim? Ona görə də o ölkələrdə təbii artım yüksək olsa belə yenə də dövlət artırır ki, işçi qüvvəsi çoxalsın, kənardan işçi cəlb eləməsin, öz işçilərinə versin pulu. Başa düşdünüz? Pul ölkədə qalsın, kənara çıxmasın. Fikrimi çatdıra bildim mənim? Bəli, mənim başa düşdüm. Tamam, təşəkkürlər. Çox sağ olun. Çox sağ olun, mənim. Getdik.
Sonra Aysel Hüseynova, Bəli müəllim. necəsiz? Çox sağ olun müəllim. Hazırsınız? Təşəkkür. Allah razı olsun. Hazırıq. Bəli. Müəllim, əhalinin cins tərkibi var, yaş tərkibi var. Düzdür? Yaş tərkib dedikdə nə başa düşürük müəllim? Yaş tərkibi dedikdə əsas 3 yerə bölünür. 0-14 yaş arası olanlar, 14-65, bir də 65 yaşdan yuxarı. Yəni müxtəlif yaş bölgüləri üzrə, yaş göstəriciləri üzrə bölgüsün. Bəli. Dünya əhalinin yaş bölgüsünü deyə bilərsinizmi? Necə? 14 yaşa qədər neçə faizdir? 15-65 neçə faiz? 14 yaşa qədər 34%-dir. 15-65 yaş arası 58 idi. O 65 yaşdan yuxarıda 8%. 8%. Əhalı. Əla. Yaxşı. İndi hansı tip təbii artıma malik olan ölkələrdə aşağı yaş qruplarının payı daha çox göstəriciyə malik olur? İkinci tipdədir müəllim bu, inkişafda olan ölkələr. Uşaqlar çoxdur. İkinci tip təbii artıma malik ölkələrdə deməli nədir? Əhali arasında aşağı yaş qrupların payı çox, orta və yaşlı yaş qrupu azdır, düzdürmü? İndi piramida necə olacaq? Həmin bu tip ölkələrdə piramidanın forması sizcə necə olmalıdır? Piramidanın forması. Aha. Piramidanın forması necə olar sizcə? Aşağı hissəsi enli, yuxarı hissəsi ensiz olan piramida. Aysel, düzdür. Çünki aşağıdan yuxarıya doğru getdikcə necə olmalıdır? Ensizləşməlidir, düzdürmü? Əla. Bəs birinci tip təbii artıma malik ölkələrdə nə təhərdir? Birinci tipdə də 15-65 yaş arası daha çoxdur. Bir də 65 yaşdan yuxarıda çoxdur. Qocalar. Yəni piramida təxminən bərabər səviyyədə qalxır da. Düzdür, aşağı yaş qruplarda azdır. Özə baxın, indi piramidanın ikinci tip təbii artımda piramidanın aşağı hissəsi çox enli olur, yuxarı hissəsi çox ensiz olur. Düzdürmü müəllim? Bəli. Bəs bunu birinci tip təbii artıma malik olan piramidada da müşahidə etmək olur. Onlarda nə təhər olur? Birinci tipdə müəllim yəqin ki eyni olardı təxminən. Təxminən bir-birinə yaxın. Çünki uşaq da azdır, qocalar da azdır. Piramidanın orta hissəsi bir qədər geniş olur. Yəni orta yaşlılar var, 15 yaşdan 65 yaş arası olanlar. Onlar bir qədər çox göstəriciyə malik olur. Fikrimi çatdıra bildim müəllim? Bəli, başa düşürəm. Əla. Bu belə. Keçdik müəllim. Bax, dünyada hal-hazırda kişilərin sayı deməli, əhalinin cins tərkibi deyəndə nə başa düşürük? Qadınlar və kişilər arasındakı nisbət. Nisbət. Onların arasındakı bölgü, nisbət. Dünya üzrə kişi və qadınların bölgüsündə hansı çoxdur? Qadınlar daha çoxdur. Qadınlar daha çoxdur. Yaxşı. Həmçinin Azərbaycanda da 49,9% kişidir, 50,1% qadındır. Düzdürmü? Yaxşı. Niyə görə dünyanın əksər ölkələrində, dünyanın orta göstəricisində sizcə qadınların sayı kişilərin sayından çox olmasına səbəb nədir? Mənim o ölkələrdə kişilərin pis vərdişlərinin daha çox olması, sonra təhlükəli işlərdə falan daha çox kişilərin işləməsidir. Bu da onların ömür müddətini azaldır. Aysan, belə deyək də. Ağır işlərdə işləmə, zərərli vərdişlərə kişilər arasında meyl etmə hallarının çox olması, həmçinin də ölkəni tərk edənlər arasında kişilərin sayının daha çox olması, düzdürmü? Xaricdə işləməyə gedənlər arasında kişilər daha çoxluq təşkil edir, düzdürmü müəllim? Sonra, bu tip ölkələrdə nəticədə ölkədə əhalinin cins tərkibində qadınların sayı kişilərin sayından nədir? Çoxdur, düzdür? Aysan. Bəs hansı ölkələrdir ki, bəzi ölkələrdə var ki, əhalinin cins tərkibində kişilər üstünlük təşkil edir, qadınlar sadəcə azlıq təşkil edir. Düzdür? Bəs bunların səbəbi nədir? Bunların səbəbi də oğlan uşaqlarına daha çox üstünlük verilməsi. Yəni doğumun, necə deyim? Seçmə doğum olması. Hə, seçmə. Yəni daha çox üstünlük oğlan uşaqlarına verilir, ona görə qızların sayı az olur. İndi siz mənə, yox, onu tam cavab alamadım. İndi cavabları, başqa sual verim, siz özünüz çıxardacaqsınız cavabı.
Siz mənə əhalinin cins tərkibində qadınların sayının çox olduğu ölkələr deyin. Hə, bu inkişafa görə Yox. Sadəcə inkişaf etmiş ölkələr də var. Qadınlar ən çox Şimali Amerikada, yəni ABŞ, Kanada, sonra Rusiyada, sonra bəzi Afrika, Cənub-Qərbi Afrika, Cənub Afrika ölkələrində də var idi. Mərkəzi Afrikanın da bir neçə ölkəsi idi. Aha. Bu ölkələrdə Avstraliyada yenisində. Bəli. Amerika qitəsinin əksər ölkələrində. Cənub Amerikada da var. Bəli. Demək, qadınların cins tərkibində qadınların sayı kişilərin sayı üstünlük təşkil edir, düzdürmü? Bəs kişi və qadınların sadəcə bərabər olduğu ölkələr hansılardır? Xəritədə vermişdim mən mənə. Hə, bilirəm. Monqolistandaydı. Sonra Afrikada Somalidə var idi, Efiopiyada. Ekvadorda, Uganda. Cənub-Qərbi Asiyada Yava adası idi, Sumatra idi. Cənub-Qərbi Asiya yox, Cənub-Şərqi Asiya. Cənub-Şərqi Asiya. Ölkələr üzrə baxdıqda konkret olaraq İslandiyadır, Monqolistandır, İndoneziyadır, Somalidir, Efiopiyadır, Ugandadır, sonra keçir Senegaldır, Ekvadordur. Bu ölkələrdə əhalinin cins tərkibində bərabərlik təşkil edilir. Düzdürmü? Bəli. Aha, bəs hansı ölkələrdə əhalinin cins tərkibində kişilər üstünlük təşkil edir? Kişilər də mənim Asiya ölkələrinin əksəriyyətindədir, Şimali Afrika ölkələrindədir. Bəzi Latin Amerikası ölkələrində də var. Şimali Afrika, Cənub-Qərbi, Cənubi Asiya, Çində, Hindistanda bu ölkələrdə kişilər üstünlük təşkil edir. Düzdür müəllim? Yaxşı, bir dənə də sual verim. Kişilərin sayca üstünlük maksimum göstərici ilə böyük fərqlə üstünlük təşkil etdiyi ölkələr. Cənub-Qərbi Asiya ölkələrindən Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Qatarda. Qadınların maksimum fərqlə üstünlük təşkil etdiyi ölkələr. Bu da Latviya, Litva, Estoniya, Ukrayna, Rusiya, bir də Belarus. Tamam. Təşəkkürlər. Çox sağ olun. İndi siz diqqətlə qulaq asın. İndi növbəti sualda sizə verdiyim sualın cavabı gələcək. Yaxşı. Tamam. Deməli, Aysel xanımdan sonra keçdik. Aytaç Kərimova. Bəli. Hazırsınız? Bəli. Aytaç xanım. Bəli. Bax, dedik ki, bəzi ölkələrdə kişilər qadınlardan çoxluq təşkil edir. Xüsusilə də Körfəz ölkələrində, Şimali Afrika ölkələrində, Türkiyədə. Səbəb? Kişilərin üstün olmasının səbəbi orada qadınların ağır həyat şəraiti. Sağ ol. Bax, bayaq bunu soruşurdum Aysel xanım. Buyurun, davam edin. Ağır iş şəraiti, ictimai fəallıqların az olması, daha çox evdar xanım olmaları. Yəni belə deyək də, qısası gender problemi. Bəli, gender problemi də bəli, belə çox. Sonra belə deyək də, uşaqların, qadınların öhdəliklərinin çox olması. Sonra bəli, işlərin çoxluğu, onların həyat şəraitinə, çox uşaqlıq ənənələrinin qalması. Buna bir din də təsir göstərir. Dinin özü də təsir edir. Çünki onlar da belə deyək də, müəllim, o tip ölkələrdə sadəcə qadınlar nə etməlidir? Onların psixologiyasına qadın evdə uşağa baxmalıdır, ana olmalıdır, evin işlərini, bütün hər bir şeyini öz üzərinə götürməlidir. Kişi də istədiyi kimi rahat həyat yaşamalıdır. Yəni onlarda psixologiyada belədir. Bu da ki, qadınların orta ömrünə təsir eləyir. Nəticədə say dəyişir, azalır. Düzdürmü? Bəs yaxşı Avropa ölkələrində dedik, Amerikada, Rusiyada, Şərqi Avropa ölkələrində qadınlar üstünlük təşkil edir. Qadınlar üstünlük təşkil edir. Ona görə ki, müəllim, burada da əksinədir də, elə bir qadınlar ictimai cəhətdən fəaldırlar, ən çox təhsil, karyera, yəni az uşaqlıdırlar, mənəvi tələbatları yüksəkdir, həyat şəraitləri yüksəkdir. Əksinə burada kişilərin sayının azalmasına səbəb müharibələr, ağır iş şəraiti, sonra pis vərdişlər və s. Burada kişilərin ömür müddətinin azalması. Yəni buna yeyinti sənayesi də deyə bilərik hardasa. Yeyinti sənayesinin də təsirini deyə bilərik mi? Yeyinti sənayesinin? Bəli. Nə əlaqə müəllim? Niyə qadınlar orada kişilərin başını çox yeyirdi ona görə? Onlara təsir eləmir bəli. Keçən dəfə qrupun hazındasa birinə dedim, yeyinti sənayesi, dedilər ki, dedim belə də qadınlar kişilərin başını yeyir.
Müəllim, qadına kişilər başı yeyirsə, kişilər qadına ömrünü yeyir. Əlavəsi yoxdur, bəli. Tökülüşdülər ya ağzı üstümə, daha heç nə demədim. Dedim, yaxşısınız deyəndi. Daha nə deyəcəm, heç nə demədim. Hə, deməli müəllim, zərərli vərdişlərə kişilər arasında meyl etmə hallarının çox olması, ölkənin tərk edənlərin içərisində kişilərin çoxluq təşkil etməsi və s. Yaxşı müəllim. İndi yeni doğulan uşaqlar arasında oğlan uşaqları çox dünyaya gəlir, yoxsa qız uşaqları? Mən hal-hazırda 100 qıza 104-107 oğlan düşür. Yəni oğlanların sayı daha çoxdur. Amma bu 18-20 yaşlarda bu elə bir tarazlaşır. 50-55 yaşdan sonra da qadınların sayı daha çox üstünlük edir. Bax, niyə görə 18-20 yaşdan sonra bərabərləşmə gedir təqribən? Mən indi yəqin o da hərbi şeylə bağlıdır. Hərbi ilə. Bir də mən sizə bir şey, yəni siz xanımlar daha yaxşı bilərsiniz. Siz bilirsiniz də dünyaya gələn uşaqlar arasında oğlan uşaqları qız uşaqlarına nisbətən daha zəif olurlar. Bəli, daha çox xəstə olurlar. Daha çox xəstə, hətta ölüm halları da oğlan uşaqlar arasında daha çox olur. Bəli. Bu da təsir edir. Sonrakı yaş qruplarında müəyyən yaş qruplarından sonra zərərli vərdişlər, biz cavan uşaqlar zərərli vərdişlərə daha çox meyl eləyir. O meyl etmə halları daha çox olur. Yəni müxtəlif müharibələr, hərbi problemlər zamanı oğlanların daha çox yəni iştirak etməsi və həlak olması bu təsir edir. Yaxşı müəllim. Tamam, bunu bildik. Əhalinin cins tərkibini, yaş tərkibini dedik. Müəllim, əmək ehtiyatı nə? Əmək ehtiyatı belə deyək, ölkə əhalisi özü 3 yerə ayrılır. Bir elə əmək ehtiyatıdır. Yəni bura aiddir 16-65 yaş arası əqli və fiziki cəhətdən sağlam olan, işləmək qabiliyyəti olan insanlar ölkənin əmək ehtiyatı adlanır daha doğrusu. Bir də ölkə əhalисinin tərkibinə əmək ehtiyatına daxil olmayan, yəni işləməkdən yayınanlara aiddir. Bir də əmək qabiliyyəti olmayanlar. Yəni 16 yaşdan aşağı olanlar, 65-dən yuxarı olan təqaüdçülər, bir də xüsusi təyinatlı müəssisələrdə olanlar, belə bir şey. Xüsusi təyinatlı müəssisələrdə olanlar deyənə kimlər başa düşür? Mən yəqin ki o şey həbsxanada yadda olanlar nəzərdə tutulur yoxsa? Həbsxanada olanları keçən dəfə mənə iştirakçıların hansısa biri atdı. Həbsxanada olanlar da işçi qüvvəsinə daxil edilir. Bilirsiniz mən kimləri düşünürəm? O psixiatriya müəssisələrində, narkoloji dispanserlərdə yatan insanlar olur, ağır şəraitdə. Yəqin ki, o insanlar deyirlər. Yəni, onların belə baxanda əmək qabiliyyəti olur. Olur, aydın. Amma həbsxanada yatanlar fakt əmək qabiliyyətlidir. Problem ola bilər, bəli. Yəni, o anda işləmir də. Hə də, o anda yəni onlar, amma yenə də aparsan hadisə işləyə bilər. Məsələn, tutaq ki, kimsə narkoloji dispanserdə xəstəliyi ilə bağlı yatır. Fakt özünü idarə edə bilmirsə, o necə iş idarə edə bilər? Düzdürmü? Amma tutaq ki, kimsə təsadüfən bir cinayət işlədib, ya avtomobillə adam vurub, qəza törədib, nəsə də cinayət işlədib, indi müəyyən müddətə cəzası və çəkir. Amma fakt o əmək qabiliyyəti. Mən elə düşünürəm. Yəni, məncə belə olar. İndi onlara aydınlıq gətirir, mən nələr oldu əmək ehtiyatı yazır. Əlbəttə, siz niyə vermişəm sualı sizə? Deməli, birinci dedik işləməkdən yayınanlar. O kimdir? Onlar kimlərdir? Bax, mən o çox maraqlıdır, bilmirəm mən onu nətər. Əslində müəllim, işi yoxdur bu şəxsin, işsizdir, amma nə iş axtarmır, nə işləmək istəmir, nə məşğulluqda adı yoxdur. Keçən o birisi qrupda bir dənə fakt iştirakçı var idi. Bütün qrup ancaq onun adını çəkirdi. Bu mövzuda ancaq yazığı çata deyirdi ki, filan kəs, filan kəs. Var bizim qrupda. Yəni məşğulluqda adı yoxdur. Yəni işsiz kimi belə deyək də siyahıya durmuyor, növbəyə durmuyor. Yəni bilərəkdən iş axtarmır. O işləmək istəmir. Bunlar yəni işləməkdən yayınır. Amma əmək ehtiyatı dedik bayaq 16-65 yaş arası fiziki və əqli cəhətdən sağlam olan, işləmək qabiliyyəti olan əhali əmək ehtiyatı. O özü də 2 yerə ayrılırdı, bəli. Tamam. Bunu bildim. Əqli və fiziki cəhətə sağlam. 65 yaşınız tamam olub. Məktəb direktorusunuz. Bəli.
Yəni sizin özünüzdən misal çəkəm, istəyirsiniz özümdən misal çəkim, fərqi yox. İmkanlarım çox yoxdur. Aha. 65 yaşınızı tamam elədiniz, məktəb direktorusunuz, yaxşı gəliriniz var, istəmirsiniz də işinizdən çıxasınız. Və 2 illik müqavilə ilə işinizi artırırsınız. İstəyirsiniz ki, 2 ildə qalasınız məktəbdə. Düzdür? Siz əmək ehtiyatı sayılırsınız yoxsa yox? Əmək ehtiyatı sayılır, amma mən burada artıq iqtisadi cəhətdən fəal əhali sayılacaq. Yəni əmək ehtiyatı deyil o. Əmək ehtiyatı da əslində. Ay sağ ol. Bax, xüsusi əmək məcəlləsində xüsusi qanunvericiliklə 65 yaşdan yuxarı olub faktiki olaraq işləyən insanlar var ha. Bax, onlar da əmək qabiliyyətli əhali sayılır və fəal əhali sayılır. Fikrimi çatdıra bildim. Məsələn, adam olur da 65 yaş tamam olur, 1 il, 2 il, 3 illik müqavilə ilə qala bilir. Bilirsiniz də, o da müəyyən müddətə qədər müqavilə ilə qalmağa imkan verilir. Hətta amma bəzi elə sahələrdə var ki, mütəxəssisdir, dövlət heç onun çıxmağına da istəmir də, qoymur. Müəyyən müddətə qədər müqavilə ilə saxlaya bilir o. Bax, onlar əmək qabiliyyətli əhalinin fəal qrupuna aiddir. Başa düşürsünüz? Bəzən isə polislər məsələn mənim yaşda da nə bilim 45 yaşında təqaüdə çıxırlar. Onlar müəllim təqaüdsə, onlar təqaüd işlə bağlı təqaüdə çıxır, gedir amma yenə də işləyə bilirlər hardasa. Məsələn, işləyirsə hardasa başqa təqaüdə çıxdı. Tutaq ki, məsələn, bax belə deyək də müəllim. Hərbiçidir, elə 50 yaşında çıxdı təqaüdə. Düzdür? Amma gedir məktəbdə hərbi müəllim işləyir. Bəli, fəaldır. Hə, işləməsə amma hə, işləyirdi. O yana 65-ə qədər işləyə bilirdi, amma 65-dən məsələn ki, tutaq ki, 55 yaşında hərbidən bitirir, hərbi müddəti başa vurur, təxris olur, getdi. Düzdür? Gedir başqa sahədə çalışır. Bir şey də var da müəllim. Əgər bu adam sağlamlığını itirib təqaüdə çıxırsa, müəyyən bir qrup əlilliyi ilə təqaüdə çıxırsa, əmək qabiliyyəti sayılmayacaq. Amma işindən çıxıb gedib başqa bir işlə məşğuldursa, bəli, o fəal əhali. Yəni sonra bu əmək ehtiyatı davam edir. Bəli, buyurun. Əmək ehtiyatının tərkibinə daxildir iqtisadi cəhətdən fəal əhali, bir də işsizlər. İqtisadi cəhətdən fəal əhali hal-hazırda işləyən, yəni müəyyən qədər gəliri olsun, istəyir dövlət müəssisəsində olsun, istəyir özəl şirkət, özəl müəssisələr olsun, müəyyən qədər gəliri var. Və o məşğulluqda onun, yəni belə deyək də, məşğulluq fonduna daxil olur da o. Yəni işləyirsə, əmək haqqısı varsa, o iqtisadi cəhətdən fəal əhalidir. Amma işsizlər işi olmayan, amma iş axtaran və məşğulluqda növbəyə duranlar işsizlər sayılır. Yəni hal-hazırda iş yoxdur, amma iş axtarır. Müəllim, bir şey də var da. Məsələn, adam var ki, işsizdir, iş axtarır. Amma gəlib məşğulluq fonduna adını yazılmır. Amma yenə də özü üçün iş axtarır. Amma o şey dövlət onu yayınan kimi tanıyır. Başa düşürsünüz? Yayınan növbədə. Bəli, amma gedir kimsə işsizlik məşğulluq fonduna bacarığını deyir, peşəsini deyir ki, işsizəm, iş axtarım. Hə, dövlət onu işsiz insan kimi tanıyır. Azərbaycan, bir dənə də sual verəcəm. Azərbaycanda adına pay torpaqları olanlar işsiz insan sayılırsa fəal əhali. Müəllim, işsiz sayılır, onlar işçi sayılırlar. Faktiki olaraq işləyən insan sayılır. Bəli. Çünki onlar gəlir vergisi verirlər, səfərlərsə torpağa görə nəsə belə bir şey var. Pay torpaqları var da rayon yerlərində, hər bir əhali. Bəli, yəni orada işləyib, faktiki gedib işləyə bilər. Yəni o torpağın, məsələn, var sizin adınızda pay torpağı, çöldə? Mənim adımda yox, müəllim. Amma yəni olan tanışlarım var. Yəni oradan bilirəm ki, onların sosial sığorta kartları olur. Ora yəni staj yazılır. Staj yazılır. Plus da bax məsəl üçün indi o torpaq bölünən zaman o həmin ailə üzvlərinin sayına görə bölünmüşdür. Mən 97-də idi, nə idi? Kürşatma oldu, bölündü. Ya 95 idi, 96 idi. Mən uşaq idim onda, yadıma gəlir. O vaxtı məsələn bizim mənim atamgildə hal-hazırda 1 hektar neçəsə torpaq sahəsidir. 4 nəfərik, bacım, mən, bir də atamla anam. Dördümüzün aramızda bölünəndə mənim adıma orada neçəsə sot müəyyən torpaq sahəsi düşür. Bəli, adımda o varsa, mən tutaq ki, məktəbdə zada işləmirəm, kənd yerində yaşayıram, işsizəm, hardasa fəhləlik edirəm, amma işim yoxdur. Amma yenə də buna baxmayaraq, pay torpağı mənim adımdadırsa, mən fəal əhali sayılırım. Başa düşürsünüz? Tamam.
Təşəkkürlər Aytəs xanım, çox sağ olun. Sonra Aytəs xanımdan sonra Samira xanım, Bəli, müəllim. necəsiz? Hazırsınız? Yaxşı olasınız. Bəli. Getdik müəllim. Müəllim, iqtisadi cəhətdən fəal əhali işləyən əhali, düzdürmü? Bəli. Aha. İndi inkişaf etmiş ölkələrdə fəal əhali çoxdur, yoxsa inkişaf etməkdə olan ölkələrdə? İnkişaf etməkdə olan ölkələrdə fəal əhali çoxdur, çünki orada təbii artım çoxdur. İnkişaf etməkdə fəal əhalidən gedir ha söhbət. Yox, fəal əhali yox. Belə deyək də, biri var ki, əmək ehtiyatlarının sayı... Yox, fəal əhali müəllim, inkişaf etmiş ölkələrdə çoxdur, çünki iş yerləri çoxdur orada, mən belə deyərdim. Düzdür, doğru deyirsiniz. Amma inkişaf etməkdə olan ölkələrdə fəal əhali azdır. Bax müəllim, inkişaf etmiş ölkədə də fəal əhali var, inkişaf etməkdə olan ölkələrdə də. Bax məsələn, inkişaf etmiş ölkələrdə iqtisadi cəhətdən fəal əhali ölkə əhalisinin təqribən neçə faizini təşkil edir? İnkişaf etmiş ölkələrdə 45% səhv eləmirəmsə. İnkişaf etmişlərdə. Təqribən dünya əhalisinin 45%-dir. İnkişaf etmiş ölkələrdə mənim bu nə qədərdir? Yox, rəqəm olaraq çoxdur da mənim 60-70%-ə qədərdir. Bax yazır ki, inkişaf etmiş ölkələrdə bəli, inkişaf etməkdə olan ölkələrdə bax yazır ki, inkişaf etmiş ölkələrdə qadınların və yaşlıların məşğulluğuna görə iqtisadi cəhətdən fəal əhali bütün əmək ehtiyatlarının 70%-ə qədərini təşkil edir. Amma inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 40-50%-dir. Başa düşdünüz mü? Bu da iş yerlərindən bağlıdır. Bəli, iş yerlərindən. Bəli. Başa düşdünüz müəllim? Bəli. Yaxşı müəllim. İndi əmək ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri var. Nə deməkdir onlar? Buyurun. Kəmiyyət göstəriciləri o deməkdir ki, burada say gedir, yaş tərkibi gedir, cins tərkibi gedir. Əmək ehtiyatlarına, amma keyfiyyət deyəndə artıq orada belə deyək də, onun təhsilidir, peşəsidir, ixtisasıdır. Bu artıq keyfiyyət göstəriciləri sayılır. Ümumiyyətlə, kəmiyyət göstərici desək, ola bilsin ki, bu kəmiyyət təbii artım hesabına olsun. Ola bilsin ki, gələn əhalinin sayına, yəni immiqrantların sayı hesabına olsun. Artım və ya azalsın. İndi müəllim, inkişaf etmiş ölkələrdə kəmiyyət göstəriciləri yüksək olur, yoxsa inkişaf etməkdə olan ölkələrdə? İnkişaf etməkdə olan ölkələrdə təbii artım aşağı olduğuna görə kəmiyyət göstəricisi mən deyərdim ki, aşağıdır. Amma inkişaf etməkdə olan ölkələrdə kəmiyyət göstəricisi yuxarıdır. Amma keyfiyyət isə təhsili olduğuna görə, belə deyək də, yaxşı həyat tərzi olduğuna görə, savadlı, ixtisaslı kadr olduğuna görə keyfiyyət isə inkişaf etmiş ölkələrdədir. Belə deyək də müəllim, inkişaf etmiş ölkələrdə əhalinin təbii artımı aşağıdır. Ona görə də əmək ehtiyatlarının kəmiyyət göstəricisi aşağıdır. Amma keyfiyyət göstəriciləri yüksək səviyyədə. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində təbii artım yüksək olduğuna görə əmək ehtiyatlarının kəmiyyət göstəricisi çoxdur. Amma iqtisadi inkişafları zəif olduğuna görə keyfiyyət göstəriciləri aşağıdır. Bu formada desək daha doğru olar. Düzdürmü? Yaxşı. Siz mənə elə bir ölkə deyin ki, təbii artımı da aşağı olsun. Təbii artımı aşağı olsun. Əmək ehtiyatlarının kəmiyyət göstəricisi də aşağı olsun. Keyfiyyət göstəricisi də aşağı olsun. Nisbətən. Bu yəqin ki, müəllim, birinci tip deməyim, daha doğrusu birinci mərhələdə olan ölkələrdir. Yəqin ki, bu Konqodur, Amazondur, onu demək. Əgər ikisi aşağıdır, kəmiyyət də aşağıdır, keyfiyyət də aşağıdır, hamısı aşağıdır. Hamısı aşağıdır. Məsələn, bax, Şərqi Avropa ölkələrində təbii artımın birinci... Şərqi Avropa ölkələrində təbii sıfırdan aşağıdır. Belarus, Ukraynadır, Rusiyadır. Mənfidir. Orada əmək ehtiyatlarının kəmiyyət göstəricisi, təbii artım da aşağıdır, kəmiyyət göstəricisi də aşağıdır. Başa düşdünüz? Amma keyfiyyəti... Yox. Avropa regionudur. Orada keyfiyyət göstəriciləri yüksək səviyyədədir. Əmək ehtiyatlarının keyfiyyət göstəriciləri yüksək səviyyədədir. Məsələn, amma Azərbaycanda mənim belə deyək də, əmək təbii artım aşağıdır. Kəmiyyət göstəriciləri nisbətən aşağıdır. Amma keyfiyyət göstəriciləri də demək olar ki, aşağıdır. Amma kitablarda bir o qədər də vermirlər. Elə də. Yəni, gəlin belə deyək də, Avropa ölkələrində əmək ehtiyatlarının keyfiyyət göstəricisi kimi bizdə var o keyfiyyət göstəricisi. Bu reallıq, yəni reallıqdan danışırıq.
Yaxşı müəllim, bu belə. Cəmiyyət göstəriciləri, keyfiyyət göstəriciləri bildik. Düzdür müəllim? Bəs müəllim, insan kapitalına sərmayə nədir? İnsan kapitalına sərmayə insan qüvvəsindən istifadə etməkdə, onun qabiliyyətindən istifadə etmək. Yəni əsasda bu inkişaf etməkdə olan ölkələrdə ona yatırılan pul, vəsait. Puldur, bəli. İndi inkişaf etmiş ölkələrdə insan kapitalına sərmayə böyük miqdarda olur, yoxsa inkişaf etməkdə olan ölkələrdə? Təbii ki, inkişaf etmiş ölkələrdə insan kapitalı daha belə deyək də, onun təhsilinə, hər baxımdan kapital daha çox qoyulur, nəinki inkişaf etməkdə olan ölkələrdə. Əmək qabiliyyəti olmayan əhali kimlərdir? Əmək qabiliyyəti olmayan əhali təbii ki 16 yaşa qədər və bir də 65 plus olanlardır, yəni təqaüdçülərdir. Bir də belə deyək də müəyyən 50 olanlardır, müəyyən bir xüsusi təyinatlı olanlardır. Müəssisələrdə olanlar. Yaxşı. Bəs işləməkdən yayınanlar kimlərdir? İşləməkdə yayınanlar təbii ki işləmək istəməyənlər, öz həyatını yaşamaq, yəni araz aşığından kür topuğundan belə olan insanlar işləməkdən yayınanlar. Nətəri? Araz aşığından kür topuğundan. Çox maraqlıdır. Yaxşı müəllim, eşidirsiniz? Bəs demoqrafik yük nədir? Demoqrafik yük belə deyək də, hansı ki işləyən əhali deyil, fəal əhali. Fəal əhaliyə olan, onların necə ki bizim işlədiyimizdən kəsirlər, bizə necə deyərlər, pulumuzdan kəsilir, sığorta deyə və onlara verilən pullarda təqaüdçülər verilən pullar artıq yük sayılır, belə deyək. Əmək qabiliyyəti olmayan əhaliyə verilən pullar, hansı ki iqtisadi cəhətdən fəal əhalinin boynuna düşür də. Bax, o demoqrafik yükdür. Yəni iqtisadi cəhətdən mənim maaşımdan kəsilirsə, mənim maaşımdan kəsilib pensiyaçılara verilir də, belə deyək. Bu belə dövr edir. Bəli. Amma bir vaxtda siz yaşlaşanda kiminsə maaşından kəsilibsə. Yox, mən onu qismən də deyirəm. Yox, bilirəm, bəli. Bəli. Bax belə deyək də, əmək qabiliyyəti olmayan əhalinin fəal əhalinin sayına nisbəti nə adlanır? Demoqrafik yük adlanır, bəli. İndi demoqrafik yük inkişaf etmiş ölkələrdə çoxdur, yoxsa inkişaf etməkdə olan ölkələrdə? Əlbəttə ki, inkişaf etmiş ölkələrdə orada yaşlıların sayı daha çoxdur. Demoqrafik yükü deyirsiniz ki, inkişaf etmiş ölkələrdə çoxdur. Çünki yaşlılar çoxdur, ona görə deyərdim mən. Amma say etibarilə desək, əgər say etibarilə desək, onda inkişaf etməkdə olan ölkələrdə. Almaniyanın demoqrafik yükü ilə, misal üçün, tutaq ki, belə getək, Azərbaycanın demoqrafik yükünü bir tutursunuz siz. Mən siz nə hesabla götürdüm? Orada yaşlıların çox olmasına görə götürdüm. Orada yaşlı tutaq ki, mənim tutaq ki, yaşlı çoxdur. Düzdür? Amma uşaq da azdır axı. Bu bir. İkincisi, bəs işləyən də çoxdur axı müəllim. Onda onların yükü daha azdır. Əlbəttə ki. Müəllim, inkişaf etməkdə olan ölkələrdəki yüklə inkişaf etmiş ölkələrin demoqrafik yükünü siz eyni tutursunuz. Hətta deyirsiniz ki, inkişaf etmiş ölkələrdə demoqrafik yük böyükdür. Bu necə fikirləşirsiniz? Bayaq deyirsiniz ki, mən dedim də, sayların çox olması məni çaşdırdı. Yox, müəllim. Bayaq deyirsiniz ki, inkişaf etmiş ölkələrdə iqtisadi fəal əhali 70%-dir. İnkişaf etməkdə olan ölkələrdə 50%-dir. 40-50%. Və sonra da deyirsiniz ki, demoqrafik yük inkişaf etmiş ölkələrdə çoxdur. Sizcə doğrudur? Səhvdir. Çünki 70% dediniz iqtisadi fəal əhali var. Düzdür? Əmək qabiliyyətli əhalinin 70, indi sizin belə deyək də, orada yaşlı əhalinin, ona belə deyək ki, 85-90% təqaüdçüdür müəllim. Xeyr, təqaüdçü deyil. Orada işləyən də çoxdur axı. 100 nəfər ölkədə əhali var. Onu yaşlıdır, 65-dən yuxarıdır. Düzdürmü? 8 dənəsi uşaqdır. Neçə elədi? 18. Yerdə nə qaldı? 82 qaldı. Bu 82-nin də 70% işləyir müəllim. 80% işləyir. Başa düşdünüz müəllim? Düzdür, yaşlı çoxdur. Razıyam sizdən. Bəs bu tərəfdən uşaq da azdır axı. İnkişaf etməkdə olan ölkələrdə yaşlı az, uşaq çoxdur. Düzdür? İnkişaf etmiş ölkələrdə, ya birinci tip təbiətində yaşlı az, yaşlı çox, uşaq azdır. Bunlar balanslaşdı. Düzdürmü? Amma indi ki, qaldı əmək qabiliyyətli əhaliyə. İndi inkişaf etmiş ölkələrdə əmək qabiliyyətli əhalinin işləyən hissəsi çoxdur, yoxsa inkişaf etməkdə olan ölkələrdə? İnkişaf etmiş ölkələrdə. Mən
Sizcə demoqrafik yük onda çox ola bilər olaraq? Onu demək istəyirəm. Demoqrafik yük müəllim, bax, belə deyək də, kimin üzərində, ancaq hansı ölkələrdədir? Əlbəttə ki, inkişaf etməkdə olan ölkələrdə demoqrafik yük çox olur. Yaxşı müəllim. Bir dənə misalı nə təyyarda saxlayın? Yox, müəllim, tam oturdu. Hətta bir dəfə kasıb ailə ilə varlı ailəni fikirləşin. Kasıb ailədə uşaq çox olur, düzdürmü? Cəmi 1 ya 2 nəfər işləyir. Qoca ata-ana, uşaqların sayı çox, hamı qalır o 2 nəfərin üstündə. Amma varlı ailədə uşaq da az olur, işləyən də çox olur, hamı da işləyir. Məsələn, bölgüdə artıq aralarında bölgüdə bəli, başa düşdünüz. Təşəkkür. Çox sağ olun Samira xanım. Sonra Lamiyə Əliyeva. Bəli, müəllim. Necəsiz? Yaxşıyam, siz necəsiz? Təşəkkür edirəm. Müəllim, işsiz əhali kimlərdir müəllim? Bax, onu mən bilmirəm, təyin edə bilmirəm. Bunu bilən zəhmət olsun. İşsiz əhali. Bəli. İşsiz əhali işləmək istəməyən insanlardır. Hətta. Bir də ki, işdən çıxarılan, məsələn, funksiyon işsizlik falan. Hətta. İşsiz əhali işləmək istəməyən. Hə. Bir də ki, orada işləmək istəyib iş tapmayanlar. Müəllim, işsizlik nə deməkdir? İşsizlik bu işsiz insanlardır da, işləmək istəməyən və işləmək istəyib iş tapa bilməyənlər. Yoxsa düsturu soruşursunuz? Müəllim, işsizlik nədir? İşsizlik əmək qabiliyyətli yaşda olub, işləmək istəyən, hər hansısa bir maaş müqabilində işləmək istəyən və iş axtaran insanlardır. Başa düşdünüz, işsiz insan. Fikrimi çatdıra bildim müəllim? Alo. Bəli, başa düşdünüz. Amma kimsə işləmirsə, işləmək istəmirsə, iş axtarmırsa, o işləməkdən yayınlananlar qrupuna aiddir. Yaxşı müəllim? Məsələn, tutaq ki, mənim 30 yaşım var, məsələn deyirəm, bax elə. Ev məşğulluq fonuna adımı yazdırmıram. Evdəyəm də, heç işləmirəm, elə. Soruşam böyürdən başdan ki, bir dənə iş zad olanda mənə deyərsiz də, iş axtarmıram. Amma evdə ancaq nə edirəm, özüm üçün fırlanıram. Başa düşdünüz? Bax müəllim, bu nədir? Mən işləməkdən yayınan sayılır. Bir də var siz, misal üçün, universiteti qurtarmısınız, gedirsiniz məşğulluq fonduna müraciət edirsiniz yaşadığınız ərazidə. Deyirsiniz ki, mən bu universiteti bitirmişəm, ixtisasım budur, bu sahədə iş axtarıram. Sizin adınızı qeyd edirlər məşğulluq fonduna və siz olursunuz işsiz insan. Fikrimi çatdıra bildim, amma mən işsiz insan deyiləm. Mən işləməkdən yayınan. Amma siz işləmək istəyirsiniz, mən işləmək istəmirəm. Fikrimi çatdıra bildim mənim? İşsizlik səviyyəsini necə təyin edir müəllim? İşsiz insanları əmək ehtiyatlarına bölüb 100%-ə vurur. Ayso. Əmək qabiliyyəti, işsiz insanların sayını, əmək qabiliyyətli əhalinin sayına bölürük, vururuq nəyə? 100-ə. Yəni onun faizini tapırıq. Əla. Yaxşı müəllim, deyin görüm nəyi? Demoqrafik yük nədir? Demoqrafik yük, deməli, işləyən əhalinin üzərində olan hansı ki, təqaüdçülər və işləyən bilməyənlərin, uşaqların nisbəti. Əmək qabiliyyəti olmayan əhalinin, fəal əhalinin əhaliyə olan nisbəti demoqrafik yük adlanır. Düzdürmü müəllim? Yaxşı. İşsizliyin neçə növü var? Friksiyon, struktur, bir də dövrü. Friksiyonla struktur təbiidir. Aha. O birisi isə təbiidir. Düzdür. Yaxşı. Friksiyon işsizlik nədir? İşçinin bir yerdən başqa bir yerə keçməsi ilə əlaqəli yaranan işsizlikdir. İş şəraiti işçinin. İşi qanun edilmir onu, işinə razı deyil. Öz istəyi ilə iş yerindən çıxır da. Ayso. Gedir başqa yerdə iş. O yeni işi tapana qədər olan müddət. İşsiz qalır ki, buna deyilir də.
Profesional işsizlik. Struktur işsizlik. Bir də struktur işsizlik var. Struktur işsizlikdə texnologiya inkişafı ilə hansısa bir mütəxəssislərə artıq ehtiyac olmuş. Onların işini, nə bilim, proqramlar görür, robotlar görür. Lamiyə xanım. Ona görə işsiz qalır. Struktur işsizlik. Bəli. Bax, sertifikasiya imtahanı keçirilir. Bir il kəsilirəm. Növbəti il yenə də işimə məsuliyyətsizlik edirəm. Gedirəm, yenə də kəsilirəm və mən işdən çıxıram. Necə işsiz sayılırım? Bəli. Bax, işsizim də. Əmək müqaviləsinə xitam verilir də mənə. Düzdür? Dövlət məndən əmək müqaviləsinə xitam verir. Struktur işsizlikdir. Ay, sol, bəli. Çünki müasir dövrün tələblərinə cavab vermirəm. Başa düşdünüz mənim? Bax, odur struktur işsizlik. Müasir dövrün tələblərinə cavab verə bilmirsə işçi, onu əmək müqaviləsinə xitam verilir. Nəticədə o işsiz qalır. O struktur işsizlikdir. Başa düşdünüz? Bəs pandemiya dövründə nə qədər iş yeri bağlandı, insanlar işsiz qaldı. Bu hansı işsizlik yani? Enerji dövrü işsizlikdə hər hansı bir böhran nəticəsində müəssisələr bağlanır. Aha. İnsanlar işsiz qalır. Bu olur İnsanlar işsiz qalır. Yəni müəyyən bir dövrdə işsiz qalır da onlar. Sonradan neynirlər? Yəni nəsə bir iş tapılır. Bax, hansı işsizlikdir ki, yeni peşələrə yiyələnməyə səbəb olur? Struktur işsizlik. Bəli. Dediyim kimi, əmək müqaviləsinə məndən xitam verildi. Artıq mənə dövlət icazə vermir. Çünki mən işsizəm. Elə ya nə etməliyəm? Ya gedib imtahana hazırlaşıb, dövlətin qoyduğu minimal tələbləri keçib, imtahan verib təzədən işə qəbul olmalıyam. Düzdürmü? Ya da ki, gedib özümə başqa iş tapmalıyam. İkisindən birini eləməliyəm. Fikrimi çatdıra bildim mənim? Aysa. Bu olur struktur işsizlik. Yaxşı. Deyin görün mənə, işsizliyi dedik. Təbii artım deyəndə nə başa düşürük? Təbii artım deyəndə ölkədə hər 1000 nəfərə doğulan uşaqların sayı. Doğulan uşaqların sayı yoxsa? Doğulanlarla ölənlərin arasındakı fərq. Hə, fərq. Bəs bu təhsil doğulanları götürmür də, burada ölənlər də var. Təbii artım belə deyək də, doğulanlarla ölənlər arasındakı fərq. Düzdür? Bax müəllim, Asiya, Afrika, Latin Amerikasında təbii artım çox yüksəkdir. Bunun səbəbləri nədir? Orada milli nəsillərlə gələn adət-ənənələr, din, bir də ailənin iqtisadi yükündə uşaq əməyindən istifadə olunması, gender problemləri. Sağ ol. Yəni bu amillər hamısı orada təbii artımın çox yüksək olmasına səbəb olur. Düzdürmü mənim? Bəli. Müəllim, kişi və qadınların sadəcə bərabər olduğu ölkələr hansılardır? İslandiya, İndoneziya, Uganda, Mongolistan, Somali, Senegal, Ekvador, Etiopiya, Yeni Qvineya. Papua Yeni Qvineya. Yaxşı müəllim, siz mənə deyin görüm, hansı ölkələrdir ki, təbii artımın ikinci tipindədir, amma yenə də əhalini artırmaq üçün demoqrafik siyasət keçirir? Bu neft sahəsinin yüksək inkişaf elədiyi ölkələr, Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəblər, Qətər, Bəhreyn. Çünki onlara işçi qüvvəsi çatışmazlığı var ona görə. İşçi qüvvəsi çatışmazlığı var. Yaxşı müəllim, demoqrafik inqilab nədir? Bunu da deyin. Demoqrafik inqilab, məsələn, Azərbaycan da bunlara daxildir. Hər hansı bir təbii artımın birinci tipdən ikinci tipə və ikinci tipdən birinci tipə keçməsidir. Yox, ikidən birə keçməsidir. Birdən işə keçməsi deyil mənim. Hə, ikidən birə keçməsidir. Demoqrafik inqilabdır. Təşəkkürlər mənim. Çox sağ olun. Sağ olun. Səbinə İmanova. Bəli, mənim. Axşamın sevgilim. Hazırsınız? Bəli. Demoqrafik keçid nədir mənim? Demoqrafik keçid əhali təzələnməsinin növü, belə deyək. Yalan danışırsınız. Demoqrafik keçid dediniz müəllim. Bəli. Müxtəlif regionlarda, ölkələrdə demoqrafik göstəricilər, yəni doğum, ölüm və artım prosesləri daima dəyişir. Bu adlanır demoqrafik keçid. Başa düşdünüz mənim? Bayaq izah elədim. Dedim ki, məsəl üçün ölkəmizdə 90-cı illərdə
təbii artım 1000 nəfər idi. Hər bir nəfər 20 nəfər idi. Bu gün 4 20 16. nəfərdən çox idi. Azdır. Görürsüz dəyişdi. Niyə? Sosial-iqtisadi inkişafdan sonra Azərbaycanda olduğu kimi digər ölkələrdə də dəyişir. Bax, bu dəyişməyə deyilir demoqrafik keçid. Yaxşı müəllim. Neçə mərhələdən ibarətdir? 4 mərhələdən ibarətdir. Aha, buyurun deyin zəhmət olmasa. Sayın. Bəli, bəli. Aha, demək, birinci mərhələ ibtidai cəmiyyət üçün xarakterlikdir. Ən az inkişaf etmiş ərazilər Amazon, Kongo, bir də Papua Yeni Gvineya adasında yığıcılıq və ovçuluqla məşğul olan qəbilələrdə xarakterlikdir. Təbii doğum da yüksəkdir, ölüm də yüksəkdir. Beləcə təbii artım aşağıdır. Sonra ikinci tipə aiddir. Burada səhiyyənin inkişafı ilə əlaqədar ölüm səviyyəsi aşağı düşür, doğum isə olduğu kimi qalır və burada demoqrafik partlayış baş verir. Təbii artımın ikinci tipi. Sonra üçüncü tipdə demək doğum səviyyəsi də burada ölüm səviyyəsi olduğu kimi qalır, doğum səviyyəsi aşağı düşür və beləliklə əhalinin sayı sabitləşir. Buna da daha çox Latin Amerikasının bəzi inkişaf etməkdə olan ölkələr daxildir. Dördüncü qrupda isə ölümün də səviyyəsi aşağı düşür, doğumun da səviyyəsi aşağı düşür və əhalinin sayı azalmağa doğru gedir. Burada daha çox yüksək inkişaf etmiş ölkələrə misal göstərmək olur. Yüksək inkişaf etmiş ölkələrə misal göstərmək olur. Yaxşı, bax bu mərhələlərin hansında təbii artımın birinci tipi müşahidə edilir, hansında ikinci tipi? Demək, birinci və dördüncüdə birinci tip, 2 və 3də ikinci tip. Aferin sizə. Yaxşı müəllim. Kişilərin sayca maksimum fərqlə üstün olduğu ölkələr? Maksimum üstün olduğu ölkələrə daha çox ərəb ölkələrini deyirdik. Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Qətər. Yaxşı, bu ölkələrdə niyə görə qadınlar sayca azlıq təşkil edir, kişilər çox təşkil edir? Burada daha çox dinə görə oğlan uşaqlarına üstünlük verilməsi. Sonra? Yəni, orada ağır həyat şəraiti demək olmaz məncə. Ölkədir, başqa nə demək olar orada? Gender problemləri əsas. Dinə görə. Bəli, bir də gender problemləri. Yaxşı, qadınların sayının kişilərdən çox olduğu ölkələr. Demək, qadınların sayının kişilərdən üstün olduğu ölkələrə aid idi. Şimali Amerika regionu, Cənubi Amerikada bəzi Braziliya, Argentina var idi. Sonra Rusiya, Şərqi Avropa, Qərbi Avropa ölkələri, Avstraliya. Bunlar, düz. Düz. Yaxşı, deyin görün mənə, əmək qabiliyyətli əhatə edilən kimlər başa düşülür? Demək, 16-65 yaş aralığında sağlam və iqtisadi cəhətdən fəal əhali. Əmək qabiliyyətli deyirdiniz də. Bəli, bəli. Burada işləyən və işləməyən. 16-65 yaş arası əmək prosesində iştirak etmə qabiliyyəti olan insanlar başa düşülür. Əmək ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri hansılardır? Demək, kəmiyyət göstəricisi deyəndə daha çox sayı, yaş və cins tərkibi. Orta ömrü. Keyfiyyət deyil. Bəli. Keyfiyyət göstəriciləri. Buyurun. Bəli. Keyfiyyət göstəriciləri dedikdə isə daha çox sağlamlığı, təhsili, belə də təhsilin səviyyələri. İş qabiliyyəti, düzdürmü? İş qabiliyyəti. Bəli, bunlar hamısı əmək qabiliyyətlərinin, əmək ehtiyatlarının keyfiyyət göstəriciləridir. İşləməkdən yayınanlar kimdir mənim? İşləməkdən yayınanlar isə demək fiziki və əqli cəhətdən sağlam, amma iş axtarmayan, demək işləmək istəməyən olmayan, işləməyən əhali. Aha. İndi bax müəllim, inkişaf etmiş ölkələrdə də fəal əhali var, inkişaf etməkdə olan ölkələrdə də fəal əhali var. Hansı çoxluq təşkil edir? İnkişaf etmiş ölkələrdə. Hansı? Bəs inkişaf etmiş ölkələrdə fəal əhali əsasən hansı sektorda çalışır? İnkişaf etməkdə olan ölkələrdə hansı sektorda çalışır? Demək, inkişaf etmiş ölkələrdə daha çox 3-cü və 4-cü sektorda, inkişaf etməkdə olan ölkələrdə isə 1-ci və 2-ci sektorda. Daha çox 1-ci və 2-ci sektorda çalışırlar. Bəli, o birisilərdə də var, amma... Təbii ki, üstünlük məsələsi var. Yaxşı.
İnkişaf etmiş ölkələrdə əmək ehtiyatlarının kəmiyyət göstəricisi üstünlük təşkil edir, yoxsa keyfiyyət göstəricisi? Bunu deyim. İnkişaf etmiş ölkələrdə daha çox keyfiyyət göstəriciləri. Və keyfiyyət göstəriciləri. Tamam, bir dənə də sual verim. Demoqrafik siyasət deyilən nə başa düşürük? Demoqrafik siyasət isə demək, artımı ikinci tip olan ölkələrdə əhalinin azaldılmasına doğru görülən tədbirlər, etmiş ölkələrdə isə artırılmasına doğru atılan addımlar nəzərdə tutulur. Düzdür. Yəni dövlətin gördüyü tədbirlər istənir. Depopulyasiya nədir? Depopulyasiya isə demoqrafik inqilab ikinci bir adı, əhalinin azalması, təbii artımın aşağı olması və əhalinin azalması prosesidir. Təşəkkürlər. Çox sağ olun. Fidan xanım. Bəli, mən. Cavab vermək imkanınız var? Var, mən. Özüm saxladım, sizi sona. Ki, biraz dedi zəifdir. Dedim, bu biraz sual-cavabda qulaq assın. İstər-istəməz təsir edin. Aha, hazırsınız? Ölkələrin artım göstəricilərini müqayisə etmək üçün bilirik ki, hər bir nəfərə düşən təbii artımdan istifadə edilir. Düzdür müəllim? Aha. Təbii artım göstəricilərinə görə ölkələr neçə tipə bölünür? Təbii artım göstəriciləri müasir tip var, ənənəvi tip var. Aha. Müasir və ənənəvi tip. Birinci, ikinci tip, yəni birinci müasir tipdir, ikinci ənənəvi. Aha, necədir orada? Deyin. Deməli, iki tipə bölünür. Müasir tipdə doğum da aşağı olur, ölüm də aşağı olur, təbii artım da zəif olur. Elə bir 1000 nəfərə 12 nəfərdən az. Amma ikinci tipdə doğum da çox olur. Doğum yüksək, ölüm aşağı. Ölüm halları da səhiyyəyə bağlı olaraq artıq azalmağa başlayıb. Ona görə də təbii artım yüksəkdir. Aslında təbii artım yüksəkdir. Düzdür. Hər 1000 nəfərə 12 nəfərdən çoxdur. Çox. Mərhələləri də deyim, yoxsa? Bəli, bəli. Birinci tip özü neçə yarım mərhələyə bölünür? Deməli, birinci tip bölünür. Birinci 3 yarım qrupa bölünür də. 3 yarım qrupa bölünür. Birinci yarım qrupda hər 1000 nəfərə 5-12 nəfər arasındadır təbii artım. Burada elə bir normal dərəcədə təbii artım təmin olunur. ABŞ, Kanada idi, Yeni Zelandiya, bir də Avstraliya bunları götürürdük. İkinci yarım tipdə elə bir hər 1000 nəfərə 0-5 arası, yəni 0-a yaxın və bərabər bunları götürürdük gün. Burada da əhalinin sayı sabitləşir, yəni nə artmır, nə azalmır. Böyük Britaniya, Fransa, bir də İsveç bu ölkələri götürürdük. Üçüncü yarım qrup ölkələrdə isə təbii artım elə bir mənfiyə gedir. Doğulanların sayı az olur, ölənlərin sayı da çox olur və əhali azalmağa doğru gedir. Əhalinin belə azalması da demoqrafik böhran və yaxud da depopulyasiya da deyirik buna ki, Şərqi Avropa, Qərbi Avropa ölkələri bura aiddir. Latviya, Litviya, Estoniya var, Rusiya, Ukrayna, Belarusiya var. Ondan sonra İtaliya aiddir, Danimarka aiddir, eyni zamanda Yaponiyada bu ölkələrə aid olur. Bu qədər mənim. Demoqrafik inqilab nədir? Demoqrafik inqilab elə bir ölkələrin ikinci tipdən birinci tipə keçmə, təbii artımın ikinci tipdən birinci tipə keçməsidir. Məsələn, hansı ölkələr deyə bilərsiniz demoqrafik? Çindir, Çin, Koreyadır, Azərbaycandır, bir də Yaponiya. Düzdür, bu ölkələrdir. Yaxşı müəllim, eşidirsiniz? Dedik ki, Avropa, Şimali Amerika, Avstraliyada təbii artım aşağıdır. Buna səbəb olan amillər nədir? Təbii artımın aşağı olmağının səbəb inkişaf etmiş ölkələrdə, məsələn,
gecikmiş nigahlar üstünlük təşkil edir. Çünki insanlar karyera qurmaq istəyirlər, təhsillərini gec başa vururlar. Qadınların ictimai fəallığı olur ki, müxtəlif vəzifələrdə çalışırlar, yəqin o da gec ayrılır və yaxud da az uşaqlılığa gətirib çıxardır. Sonra uşaqların təhsilində təhsil, tərbiyə, yəni dolanış xərclərinin çox olması var. Sonra elə bil maddiyyatın mənəvi tələblərin önünə keçməsi var. Dünyəviləşmə deyilir, değil mi? Bəli. Sonra valideynlər artıq belə fikirləşirlər ki, onlar dövlət himayəsində daha çox yaşlıların getdiyinə görə yəqin ki, o qədər də olar da, yəni övlad ehtiyacı olmur. Məsələn, bizdə psixologiyada belə bir şey var ki, yaşlı əhali hansısa övladın yanında qalır. Çünki belədir da, bizdə milli dəyərlər belədir. Amma onlarda elə bir şeylər yoxdur. Yaşlı əhali, dövlət onu nəzarətdə saxlayır, onun müayinəsidir, müalicəsidir, təqaüdüdür, hamısını dövlət öz nəzarətinə götürür. Ona görə də o valideynin daha övlad yanında yaşamaya ehtiyacı olmur. O özləri ayrıca yaşayırlar, hətta istirahətlərinə də vaxt ayırırlar, gəzməyə də gedirlər. Yəni təmin eləyir də dövlət olar hər bir şeylə. Zəif ailə təməlləri var. Bu da fikirləşirəm mən. Zəif ailə təməli yəqin ki, məsələn, onlar yəni yenə deyirəm, övlada ehtiyac olmadığı üçün belə o bizdə deyirlər, qulaq yoldaşı da müəyyən vaxt keçirmək üçün ailə qururlar, yəni övlad belə. Bir də mənim orada ailə dəyərləri arxa planda. Dediyimiz kimi ailə dəyərləri arxa planda. Yəni onlar üçün ailənin bizdə ailə dəyərləri böyük üst səviyyədə də, düzdür? Amma onlarda elə deyil. Onlarda yəni ailə dağıldı, boşanma halları, yəni onlar üçün önəmli deyil. Hə, boşandı. Uyğun gəlmədi, boşandı. Yəni onlar orada o hallar daha çox olur. Fikrimi çatdıra bildim. Yəni dünyəviləşmə, müasirləşmə, karyera, iş bunlar üçün hər şeydən öndə gedən amillərdir. Tamam. Depopulyasiya nə deməli? Depopulyasiya demoqrafik böhrandır. Yəni sürətlə əhalinin azalması, mənfi göstəriciyə getməkdir. Depopulyasiya odur. Təşəkkürlər mənim. Çox sağ olun. Şəhla xanım. Bəli, mən. Axşamınız xeyir bir daha. Hazırsınız? Bəli. İşsizlik deyəndə nə başa düşürük mənim? İşsizlik işləmək istəyən, iş axtaran əhalinin işinə təmin olunması. Aydın. İşsizlik səviyyəsini necə müəyyən edirik? İşsizlərin sayını bölürük, iqtisadi fəal əhalinin sayına vururuq 100%. Yox. Müəllim, bir də deyim. İşsizlik səviyyəsini necə müəyyən edirik? Bir də deyim. İşsizlərin sayını bölürük iqtisadi fəal əhalinin sayına. Yox, iqtisadi fəal əhaliyə yox, müəllim. Əmək qabiliyyətli əhaliyə. Düzdür. Əmək qabiliyyətli əhali vururuq. Aldığımız cavab 7-8%-dən çoxdursa, bu ölkə üçün yaxşı göstərici deyil. İşsizliyin neçə növü var? 3 növü var. Friksiyon, struktur və dövr işsizlik. Friksiyon işçinin öhdəliyinə uyğun olaraq başqa işdən çıxıb başqa iş yeri axtarmasıdır özü üçün. Struktur işsizlik isə texnologiyanın inkişafı ilə əlaqədar olaraq işçinin öz işini itirməsidir ki, bu zaman yeni peşələr yaranır, həmin peşəyə ehtiyac duyulur. Friksiyon işsizliyi ilə struktur işsizlik təbii işsizliyi sayılır. Dövri işsizliyi isə təbii işsizlik deyil. İnqilab nəticəsində iş yerləri bağlanır, ixtisarlar gedir və kütləvi şəkildə işçilər işdən azad olunmuş olurlar. Demoqrafik keçid nədir? Demoqrafik göstəricilərin ölüm, doğum və təbii artımın sosial-iqtisadi amillərdən asılı dəyişməsidir və 4 mərhələni keçir. Siz mənə deyin görüm, 3-cü mərhələdə nə baş verir? 3-cü mərhələdə doğum normal olur, ölüm normal olur. Tam belə ölkədə normal inkişaf gedir də. Yəni belə deyək də, doğum aşağı göstəricisi ilə davam edir, ölüm aşağı düşür. Ölüm aşağı göstəricisi ilə davam edir. Doğum aşağı düşür. Doğum aşağı düşür. Doğumun aşağı düşməsinə səbəb nədir müəllim?
Tibbin inkişaf eləməsidir, sanitar-epidemik vəziyyətin yaxşı olması. Yox, o ölümün aşağı düşməsinə səbəb olur. Doğumun aşağı düşməsinə səbəb. Doğumun aşağı düşməsinə səbəb. Hə, səmik inkişaf elədiyincə ümumiyyətlə insanların xərcləri artır. Müəllim, bir dənə sizə söz deyim. Açıq danışaq da, real danışaq. Gəlirlərimiz artdıqca xərclərimiz çoxalır. Səhv demirəm ki. Tələbatlarımız... Yəni, iqtisadi tələbatları artır, dünyəvilik fikirləri artır, təhsil xərcləri artır, uşaqların xərclərinin çox artdıqlarını görürlər, maddi mənəvi xərclərin artdıqlarını görürlər insanlar. İnsan ümumiyyətlə təhsil aldıqca, düşüncəsi inkişaf elədikcə fikirləri çox dəyişir. Ona görə də əvvəlki kimi olmur. Tam doğru, tam doğru. Deməli, bəs ikinci mərhələdə doğum yüksək qalır, ölüm aşağı düşür. Buna səbəb nədir? Doğum yüksək. İkinci mərhələdə doğum yüksək qalır. Ölüm halları aşağı düşür. Nə üçün ölüm halları? Özdə partlayış baş verir. İkinci mərhələdə demoqrafik partlayış. Nə üçün ölüm halları aşağı düşür? Tibbin inkişafı buradadır, bax müəllim. Epidemik xəstəliklərin, epidemik yaxşılaşdırılması, yoluxucu xəstəliklərin qarşısının alınmasıdır. Kütləvi ölüm hallarının qarşısının alınmasıdır. Məsələn, bəzi ölkələrdə var ki, tibbin zəif inkişafı ilə əlaqədar olaraq ölüm halları çox olur. Düzdürmü? Uşaqlar, yeni doğulanlar arasında ölüm halları çox olur. Amma tibb inkişaf edən kimi orada istər-istəməz ölüm halları, çünki peyvəndləmə gedir uşaqlara, dünyaya gələn uşaqların peyvəndlənməsidir və s. və ilə. Nəticədə ölüm halları nə edir? Aşağı düşür. Amma yenə də doğum yüksək göstəricisi ilə qalır. Nəticədə demoqrafik partlayış baş verir. Başa düşdük müəllim? Aha, yaxşı müəllim. Siz mənə deyin görüm nəyim? Bax, əmək ehtiyatlarının keyfiyyət göstəriciləri nədir? Bir var kəmiyyət göstəricisi. Kəmiyyət ümumiyyətlə bildiyimiz kimi saydır. Keyfiyyət isə burada keyfiyyətdən danışır da. Burada savadlıq səviyyəsi nəzərə alınır. İş qabiliyyəti, sağlamlığı, hazırlığı, iş qabiliyyəti, işin keyfiyyəti nəzərdə tutulur. Burada say önəmli deyil, keyfiyyət önəmlidir. Keyfiyyət önəmli. Bu da inkişaf eləmiş ölkələr üçün xarakterikdir. Düzdür. Bax müəllim, bəzi ölkələr var ki, qadınlar sadəcə kişilərdən çox üstünlük təşkil edir. Bu hansı ölkələrdir və səbəb nədir? Bunlar Avropa ölkələrdir, Şimali Amerika. Qadınların üstün soruşdunuz da, Şimali Amerika Rusiyadır. Burada səbəb odur ki, müharibələr baş verir, qəzalar baş verir, ağır iş şəraiti olur ki, bir də ki, kişilər arasında pis vərdişlərə qurşanmalar daha çox rast gəlinir, ona görə ölüm halları çox olur. Buna görə də qadınların sayı həmin ölkələrdə üstünlük təşkil edir. Həm də deyə bilərikmi ki, ölkəni tərk edənlər arasında kişilər daha çox təşkil edir? İşsizlik olanda başqa ölkələrə gedirlər, o ölkə təsiri. Müəllim, ölkədə əhalinin cins tərkibində balans pozulur. Tutaq ki, qadınlar belə deyək də çox böyük fərqli üstünlüyə malik olur. Məsələn, Estoniya, Latviya, Litva, Belarusiya, düzdürmü? Bu ölkələrdə hansı problemlər yarada bilər gələcəkdə? Sosial problemlər yarana bilər. İnsan qadın alverinin sayı arta bilər. Etnik tərkib dəyişə bilərmi müəllim? Etnik tərkib? Bəli. Xalq olaraqdan bəli dəyişə bilər. Dəyişə bilər. Çünki kənardan işçi qüvvələr, bəli, axın olacaq. Bu da ki, milli tərkibin dəyişməsinə gətirəcək. Bax müəllim, təbii artımın çox yüksək olması və çox aşağı olması da ölkədə müəyyən problemlərə yol açır. Deyə bilərsinizmi, bunlar hansı? Çox yüksək olmasının yarada biləcəyi problemlər nədir? Təbii artım işsizlik olur. Bunlar digər ölkəyə axın edirlər. Burada yenə də dediyimiz kimi kişi sayı azalır və yaxud da işsizlik var. Əmək ehtiyatı sayı azdırsa, digər ölkədən gəlirsə, bu da yenidən problem yaradır da. Etnik problemlər ümumiyyətlə ölkədə sosial vəziyyətdə gərginləşdirir də. Məsələn, təbii artımı çox yüksək olan ölkələrdə ekoloji problemlər yaradır, işçi qüvvəsi artıqlığı yaranır, düzdürmü? Bizim ölkəmizdə birinci Qarabağ müharibəsi dönəmindən sonra belə problemlər olmuşdu. Şükür, indi yaxşı. Şükür, elədir. Tərk edənlərin sayı ölkəmizdən çox idi də. Çox, ölkədən tərk edənlər həddən artıq çox idi. Bax,
indi baxın, təbii artımı çox olan ölkədə immiqrasiya çox olar, yoxsa emiqrasiya? Təbii artım, immiqrasiya ümumiyyətlə getmədi də, düzdür? İmmiqrasiya yoxsa emiqrasiya? Eksport, hə. İmmiqrasiya gəlmədi, təbii artımı çox olanda getmə çox olacaq. Bəli, immiqrasiya çox olacaq da. Niyə? Çünki işsizliklə əlaqədar hamı ölkədən kənara qaçacaq. Düzdür? Hətta ölkənin özünün daxilində belə məskunlaşma balansı pozulacaq. Hamı üz tutacaq hara? Şəhərə. İş olan yerə. Kəndlər boşalır. Görün nə qədər fikirləşin. Yalançı urbanizasiya, bəli. İşsizlik səviyyəsi artır. Sonra nə deyim sizə, cinayət halları çoxalır ölkədə. Görürsünüz? Qarışıqlıq baş verir. Bəli, qarışıqlıq var. Təbii artımı çox, ümumiyyətlə işsizlik səviyyəsi aşağı, yuxarı olan ölkələrdə cinayət halları həmişə çox olur. Tamam. Təşəkkürlər. Təşəkkürlər. Kimsə qaldı müəllimlər kənarda.